Salam əziz şagirdlər. 19 oktyabr 2025-ci il tarixində uğur kurslarında keçirilmiş buraxılış sınaq imtahanının 10-cu siniflər üçün olan ingilis dili suallarının izahına baxaq. Choose the line of compound nouns. Bizdən mürəkkəb isimlər istəyir. Mən A-da baxıram. German. Sonu mənlə qutarsa da sadə isimlərdən dediyi A-nı çıxıram. Then. Burada B-dən olsa bizə elə ship də verib gözümə deyil. Leadership. İstisnalar daxil deyil deyə B-ni də çıxacam. Act sözündə act də düzəltmədir deyə C-ni çıxacam. Spaceship. Spaceship tərkibində ship olsa da mürəkkəb isimli də D-ni götürərəm. Elə worship də həmçinin. Halbuki citizenship-dəki ship şəkilçi olduğu üçün D-ni çıxacam. Newspaper, housewife, moonlight. Bunların hər üçü mürəkkəb olduğu üçün Y-ni götürürəm. Newspaper, gazet, housewife, evdə qadın, moonlight isə ay işığı. Choose the correct variant, düzgün variant istəyir. Harmful food, food sayılmadığı üçün A-nı çıxaram. Heavy traffic, traffic də sayılmadığı üçün B-ni çıxacam, çünki onlar E artıqlarını işlənməyəcəklər. University student, bu doğrudur. University, həm də səsləməyə baxıram. U ilə, yəni saitlə yazılsa belə samitlə oxunduğu üçün C doğrudur. An unusual thing, an unusual. A university student. University student. Bu doğru da istəyən. Sorry, unusual oxuyuram. Useful imiş. Üzr istəyirəm. Biləm axı nəyə görə səhv gedir ki, cavab ola bilməz. Okay. Useful səhv olduğu üçün, daha doğrusu Y ilə oxunduğu üçün burada a useful thing olmalıdır. D çıxır. A useful information da səsləmə doğru olsa da information sayılmadığı üçün E artıqlı götürməyəcək. Qalır 57-də C variantı. Only a few people were there. Only'dən sonra a few gələr və a few cəm istədiyi üçün people cəmdir. Biri götürərəm. Only few, only'dən sonra few yox, a few olmalıydı. Yəni article gəlir deyə 2 çıxar. Very few people were there. Yes, bu da doğrudur. Verydən sonra article olmaz. 3 götürərəm. Yəni 4-də verydən sonra a article verdiyi üçün səhvdir. Bu da çıxar. 1-3 qalar cavab Y variantı. Choose the sentence with the noun in the possessive case. Yerli halda olan istəyir. It's alcohol. Mən bilirəm ki, it əvəzi olduğu üçün ondan sonra ki, S yerli hal deyil. Don't use it. Eynilə burada da do not use it deyə çıxır. Charles' neighbors have sold their car. Charles' neighbors. Charles'ın qonşuları. B doğrudur. My sister got. Apostrof əsasında got varsa bu yerli hal deyil. C də çıxır. Take the child to the children's playground. Children sözü belə cəmlənmədiyi üçün onun teki və cəmi apostrof əsinə yerliyə çevrilir deyə. D də səhvdir. Nancy is looking for her dictionary. Is looking olduğu üçün Y də çıxır. Qalır elə B variantı. 60-da. Choose the correct variant. Yəni New Zealand is an English speaking country. New Zealand'da boşdur. Burada da N olacaq. Bu da olacaq C variantı. There was food in the fridge. Choose the correct variant isə bizdən olsa. Food sayılmadığı üçün F-dən sonra cəm isimcələr A-nı çıxaram. A little qalsın, saymayan isim gələ bilər. Few-dan sonra yenə cəm olmalıdır. C-ni də çıxacam. A little-dan sonra saymayan isim olar. Little-dan sonra saymayan isim. A lot of-dan sonra sayılan cəm və yaxud da saymayan isim. Bu üçü qalsın. İndi ikinci hissəyə baxıram. It was nearly empty. Demək olar ki, boşdur. Aha. Deməli, there was a little food in the fridge. Biraz qalıb. Demək olar ki, boşdur. Yəni, burada B götürə bilərəm deyə düşünürəm. There was a little food. Çox götürə bilmərəm, çünki əslində little da yox, little götürəcəm. Çünki demək olar ki, boşdur deyirsə, tamamən az bir şey qalıb ki, it was nearly empty. Tamamən boş qalırdı. Yəni, tamamən boş deyil, amma demək olar ki, boşdursa, mən D-ni götürərəm burada. Choose a line of uncountable nouns. Sayılmayan isimlər istəyir bizdən. Water sayılmır, peace sayılmır, envelope sayılacaq, hətta cup da sayılacaq. A-nı çıxaram. Help sayılmır, hand sayılır, B-ni çıxaram. A-yə sayılmır, luggage sayılmır, silver, salt. 4-də sayılmır deyə C-ni götürəcəm. D-də tree sayılır, D-ni çıxaram. Machine, flag sayılır, olsa yeni də çıxaram. Qalacaq elə C variantı. Choose the correct articles. Some of the strangest animals in the world live in Australia. Deməli, Z, axırda isə boşluq B variantı. 63 olacaq B variantı.
64-də. Choose the correct variant. There are documents. Document cəm olduğu üçün a lot çıxar, of yoxdur, isim gələ bilməz. Much da çıxar, özündən sonra saymaya isim gəlir. In the research laboratory, but only of them are used. Artıq burada cəm ismindən söhbət getdiyi üçün a little yox, a few qoymalıyam. Ona görə də y də çıxar, a little olmaz. Həmçinin a da çıxar, çünki onlydən sonra e artiklı ilə gəlməlidirlər deyə. Qalır ilə C variantı. There are many documents, only a few of them are used. Choose the correct variant. An hour's speech. Bu olar, yəli hal istəyirsə bizdən. Bu doğrudur. Ənə görə ismimiz təşdir. 2 kilos of meat. Aslında bu da doğrudur, içində götürək. Several hours trip. Several'dan sonra a və cəmləməlidir və apostrof qoyulmalıdır deyə 3 yanlışdır. An old jeans. Jeans cəm olduğu üçün onun article ehtiyacı yoxdur. 4-də çıxar. Qalar 1-2 a variantı. Choose the correct articles. Düzgün artikellar istəyir. Marco Polo sailed on the Pacific Ocean. Okeanlarla Z artiklidir. In the 13th century. Bunun da Z artikli. Z, D variantı. 67-də. We have heard important news on the radio today. Söhbət news'dan getdiyi üçün many sayılan cəmlə işlənir, A-nı çıxaram. Elotun ofu yoxdur deyə B-ni çıxaram. C qalsın. To-dan sonra saymaya isim gəlməz, D-ni çıxaram. An artikldan sonra saymaya isim olmaz, Y-ni çıxaram. Qalar ilə C variantı. A lot of. Which word has the close meaning with to ban? Ban qadağan etməkdir uşaqlar. Prohibit də qadağan etməkdir. Close meaning isə yaxın məna. Forbid də qadağan etməkdir deyə 1 ilə 2-ni götürürəm. Forget unutmaqdır. Separate də ayırmaq. Okay, short text istəyir bizdən. Choose the correct variant. Jane enjoys painting scenery. Jane mənzərə seçməkdən zövq alır. She often goes to the countryside to find inspiration for her artwork. O öz rəsm əsəri üçün hər dəfə şəhər kənarına ətrafında gedir, yəni kəndə gedir belə deyək ki, və özü üçün həvəsləndirici bir şeylər tapır. Her paintings are known for their beautiful landscapes. Onun əsərləri, şəkilləri özünün gözəl landscape mənzərələri ilə təbiət mənzərələri deyək də tanınır. She also enjoys sharing her work at local exhibitions. O həmçinin özünün əsərlərini yerli sərgilərdə nümayiş etdirməkdən və ya bölüşməkdən zövq alır. Jane dislikes painting. Jane rəsm çəkməyi xoşlamır. A səhvdir. Jane only paints portraits. Sadəcə portretlər çəkir. B də yanlışdır. Jane prefers writing over painting. Şəklin üzərində yazmağı xoşlayır. Belə bir şey də yox idi. Jane never paints outside. Heç vaxt çöldə çəkmir. D də səhvdir. Jane finds inspiration in the countryside. Y doğrudur. Elə burada da verilən cümlə ilə demək olar Jane idi. 70-də. Would you like to improve your English? İngilis dilinizi inkişaf etmək istəyirsiniz? Join our language course today. Bizim dil kursumuza qoşulun. Bugün qoşulun və yaxud da fərq yoxdur. We offer classes for all levels. Biz bütün levellər, səviyyələr üzrə siniflər, dərslər təklif edirik. From beginners to advanced. Başlanğıc səviyyədən üst səviyyəyə qədər. You can learn speaking, reading and writing. It's not free. Siz burada danışıq, oxu və yazını öyrənə bilərsiniz. It's not free. Ödənişsiz deyil, yəni pulsuz deyil. The course is for beginners only. Sadəcə başlanğıc səviyyə üçündür. A səhvdir. Yeni başlayanlar üçündür və yaxud da çünki hər səviyyə üzrə var. You can learn different language skills in the course. Müxtəlif bacarıqlar öyrənə bilərsiniz. Bu qalsın. The course only teaches speaking. Yalnız speaking öyrədir. Xeyr, orada yazı və oxu da var. C də çıxır. The course is free. Pulsuzdur. Əslində deyir ki, it's not free. D də yanlışdır. The course doesn't offer writing. Yazı dərsləri təklif etmir. Bu da yanlışdır. Qalır ilə B variantı. 71-də. Dear students, the final exam will be held on Friday, February 18th at 10 a.m. Əziz şagirdlər, sonuncu imtahan 5-ci gün 18 fevral saat 10-da keçiriləcək. Səhər saatlarında. The exam will cover all the topics discussed during the semester. İmtahanda semestr boyunca olunan bütün mövzular əhatə olunacaq. Be sure to review your notes before the test. İmtahandan əvvəl
notlarınızı, yəni qeydlərinizi təkrarladığınızdan əmin olun. The final exam is on Thursday. 4-cü gündür. Friday'dir deyə çıxır. The exam will begin at 9 a.m. 9-da başlayacaq. Əslində onda da belə çıxır. The exam is on Monday. 1-ci gündür bu da çıxır. 5-ci gündür. The exam will cover only half the topics. Yarısını yox, bütün hamısını eləyəcək üçün belə çıxır. The exam is on February 18 at 10 a.m. 18 fevral saat 10-dadır. Yeləkə doğrudur. Olduğu kimi verilib bizə. Böyük mətnin də cavablarını deyim. 72-də what is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Aboriginal people and their culture. B variantı olacaq 72-də. 73-də olacaq. How did Aboriginal people find food in the past? Necə tapırdılar? They found food by hunting and fishing. A variantı olur. Siz burada görə bilərsiniz. Okay. Communities found food by hunting animals, fishing and picking fruits and plants. Deməli, burada da olacaq A variantı 73-də. 74-də false statement istəyir bizdən. They found food by hunting, fishing and picking plants. Bu var idi, anı çıxıram, bu doğrudur. Art was a big part of their lives. Bu da var, çıxacaq. People didn't respect each other. Bir-birlərinə hörmət etmirdilər. Sefter, orada deyilir ki, onlar bir-birlərinə hörmət edirlər. They follow the rules and based on family connections. Younger ones respect older people and older ones share stories with them. Demək, burada çıxır ki, onlar bir-birlərinə hörmət edirlər. Ona görə də C-səhvdir. 75-də Aboriginal people tamamlamamızı istəyir cümləni. 75-də olacaq B variantı. Work to protect their culture for the future. Qorumaq üçün çalışırlar. 76-cı sualda isə olacaq. Aboriginal people use paintings to tell stories about their history. Biri olacaq. Bir də when Europeans came, things changed for Aboriginal people. Onlar üçün hər şey dəyişir. Bir də 4 olacaq. 76 olacaq. 1 və 4.